Dubeyti ahənginin amuzişi notlarla, öz yazdığım notlarla tədris olunur. Əvvəl cələsəsi. Birinci səhvə tədris olacaq, bir ikinci səhvədən bir xətt. Bu ahəngidə kökümüz midi. Az simlərimiz tiyunerdə si köklənir. Orta simlərimiz D hərfinə biraz qalmışdı əqrəbiyyət. Diqqət eləsəz əksidə, təsvirdə əqrəbəmiz o sifrin üstünə getməyib, nöqtəyi səbzə getmir. Biraz qalmışdı. Sizdə gərək bir miqdar mi kökündə bir miqdar qalmış kökləyəsiniz. Eyni təsvir kimi. Üst simlərimiz bi bemol. İndi əvvəl cələsənin çalğısını çalıram, sonra keçək amuzişinə. Bu çalğısı idi. Keçək indi amuzişinə. Mizan-ı əvvəl 2 dənə rast çəp mizrab fada vururuq. Birinci barmaq fadadır. Rast mizrab vurandan sonra ikinci barmaqla sol bemola işarə vururuq. Sonra götürürük. Çəp mizrab fada dəyəndən sonra sola işarə vururuq. Pəs oldu. 2 dənə fa. Əvvəl fa'nın işarəsi sol bemola, ikinci sol bekaradır. Sonra çıxırıq. 3-cü barmaqla fa tuturuq. Bir ilə mi'yi. 2 dənə də burada rast çəp fada vuracağıq. Müntəhə əvvəl fada yenə barmağı götürüb mi'dən səs alacaq mizrabdan sonra bu halətdə. Sonra dubara səri qoyacaq fa'nın üstünə, bir də çəp mizrab götürək, vuraq, sonra barmağı götürək, yenə mi'dən səs alaq. Bəs bir rast mi səs alma oldu, bir çəp mi səs aldı. Bu halətdə oldu. İdamədə dilqəm gülü. Dilqəm gülündə qəblən öyrəşmişik müqəddəmatı dərslərdə. Bəs əvvəl mizanımızı çalsaq, aram bu halətdə oldu. Keçək o birisi mizana. O birisi mizanda eyni mizanı əvvəlin tayıdır. Bəs dərvaqə mizanı əvvəl 2 dəfə təkrar olunacaq. Aramın 2 dəfə çalıram. Bir dəfə təkrar. Sürət çalsaq bu mizanı 2 dəfə belə olur. Keçək o birisi mizana. O birisi mizanda bir dənə 4 mizrabdır. Tara-tara, rast çəp, rast çəp. Əvvəl mizrabımız re, rast, mi çəp,